8 noyabr prospekti üzərində Nargilə dairəsi istiqamətində köhnə dəmir yolu relslərinin sökülməsi ilə bağlı işlər aparılır. Ərazi müvəqqəti olaraq hasarlanıb, xüsusi texnikalar işləyir. Bəzi hissələrdə relslər artıq tam sökülüb. Məlum olub ki, söküntülər paytaxtda yeni kanalizasiya kollektorunun çəkilməsi ilə əlaqədardır. Köhnə sənaye infrastrukturu kollektorun tikinti trayektoriyasına düşdüyü üçün həmin hissələr mərhələli şəkildə sökülür. Söküntü işləri 8 noyabr prospektində üzü Nargilə istiqamətində yolun sağ hissəsində aparılır. Hazırda olduğumuz bu ərazidə də müəyyən hissələrdə köhnə dəmir yolu xətləri çıxarılıb və bu cür qapadılaraq içəridə işlər gedir. Ərazidə çalışan işçilərlə söhbət zamanı məlum olub ki, burada yeraltı kollektor xətti yeni üsulla çəkilir. Bakıda çirkab suların ən böyük axıdıldığı kanalizasiya xətlərindən biri də 8 noyabr prospektinin alt hissəsindən keçir. Ehtimal olunur ki, aparılan işlər sırf bununla bağlıdır və yeni texnologiyalar vasitəsilə 8 noyabr prospekti boyu yeni kanalizasiya xətləri çəkilir. 8 noyabr prospekti boyunca görünən relslər bir vaxtlar neft sənayesinə xidmət edən sənaye dəmir yolu qollarından biri hesab olunurdu. 8 noyabr prospekti boyu uzanan və hazırda söküntüsü davam edən dəmir yolu xətti Bakının sənaye və neft tarixinin köhnə qalıqları adlandırmaq olar. Qeyd edim ki, bu dəmir yolu xəttindən sərnişin daşınması üçün deyil, neft və sənaye məhsullarının daşınması üçün əsasən istifadə olunub. Məsələ ilə bağlı İri şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, sözgedən ərazidə aparılan söküntü işləri sahil kollektorunun tikintisi ilə əlaqədardır. Layihə Dəniz Mol ərazisindən başlayaraq Nargilə kafesinin yaxınlığında yerləşən mövcud nasosxanaya qədər uzanır və mikrotunel üsulu ilə inşa olunur. Uzunluğu təxminən 9,8 kilometr olan və diametri 2000 mm dəmir beton borulardan ibarət kollektorun böyük hissəsinin tikintisi artıq tamamlanıb. İşlərin 2028-ci ildə yekunlaşdırılması planlaşdırılır. İslam Əşrəfov, Yusif Kərimli, Samir Qasımov, Xəzər xəbər.